Rəqsanə, buyur söz səndədir. Hər vaxtınız xeyir olsun Çinarə. Bəli, sizin də vurğuladığınız kimi Azərbaycan böyük bir tədbirə ev sahibliyi edəcək irəliləyən günlərdə və Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində ölkəmizə bilirik ki, xaricdən gələnlərin sayı da çox olacaq. Eyni zamanda elə ölkə vətəndaşları da bu tədbirdə iştirak edəcək. Onlar arasında əlilliyi olan şəxslər də olacaq ki, məhz həmin şəxslərin nəqliyyat baxımından rahatlığının təmin olunması istiqamətində bir sıra işlər görülür. Eyni zamanda məsələ bu yəni Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində metroda bəzi tənzimləmələr aparılacaq və eyni zamanda əlçatan metro layihəsi çərçivəsində əlilliyi olan şəxslərin rahat bir şəkildə metrodan istifadəsi təmin olunacaq. Daha təfərrüatlı informasiyalara hazırda qonağım Hərəkət Xidmətinin rəisi Anar Zamanovdan əldə edəcəyik. Xoş gördük Anar bəy. Suallarımıza cavabı təfərrüatları sizdən eşidək. Bildiyiniz kimi 2019-cu ildən etibarən sərnişinlərin metro xidmətlərindən rahat istifadə etməsi üçün, yəni hər kəs üçün əlçatan olması üçün əlçatan metro layihəsinə start verilibdir. Bu layihənin başlamazdan öncə dünya təcrübəsi, beynəlxalq praktika öyrənildi və əl arabalarının stansiyalarına birləşən eskalatorlar üzərində daşınmasını təmin etmək üçün müxtəlif formada, ölçüdə qurğu və avadanlıqlar alınaraq istismara buraxılıbdır. Xidmətdən istifadə artmaqdadır, artan tempdə rəqəmlər bunu bizə deməyə əsas verir. Belə ki, aprel ayı ərzində 236 sifariş icra olunubdur. Bu, ötən dövrlərin müqayisəsində yüksəliş deməkdir. Məlumat üçün bildirim ki, keçən ilin müvafiq dövründə, yəni aprel ayında bu say 174 olmuşdur. VUF tədbirləri çərçivəsində əlçatan metro layihəsindəki iş prinsipi də gücləndirilmiş rejimdə fəaliyyət göstəriləcəkdir. Tədbirin mərkəzi arenada, yəni Olimpiya stadionunda keçiriləyini nəzərə alaraq Koroğlu stansiyasında əlavə işçi heyət cəlb olunmaqla qurğular təmin olunacaqdır ki, sifarişlər daha rahat icra olunması təmin olunsun. Təbii ki, paralel olaraq digər stansiyalardan da daxil olan sifarişlərin icrası birmənalı olaraq daim diqqətdə saxlanılacaqdır və bir də bunu vurğulamaq istəyərdim ki, xidmətdən istifadə etmək üçün 964 nömrəsindən əlaqə saxlanıb 1 saat 24 saat aralığında sifariş verib xidmətdən istifadə edə bilərlər. Təşəkkür edirəm informasiyaları biz və tamaşaçılarımızla paylaşdığınız üçün. Bəli, əlilliyi olan şəxslər mütləq şəkildə daha öncədən metrodan istifadə edəcəklərsə, sadalınan, yəni qeyd olunan nömrəyə zəng etməlidirlər və sifariş verdikdən sonra daha sonra metroya gələ bilərlər. Yəni proses bu formada təşkil olunur. Eyni zamanda ilə tədbirlə əlaqəli olaraq metro stansiyalarda da gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Çatdıra biləcəyimiz informasiyalarsa bu qədərdir. Sözü yenidən sizə ötürürəm. Təşəkkürümü bildirirəm. Rəqsanə məlumatı bizə çatdırdığına görə.